İmam Əli əleyhissalam dindən danışanda buyurur ki, əvvəldə Nəhcül Bəlağanın 1-ci xütbəsində əvvəlu dini mərifətuhu. Dinin əvvəli Allahı tanımaqdır. Dua insanı dindar eləyir. Amma kainat cavab verir iddiasında və yaxud kvant mistisizmində belə bir şey yoxdur. Ancaq maddi arzulardır. Uzun uzadı arzular nəticəsi gəlir, nə çıxır? Meracda buyurur ki, ey Əhməd, dünyaya və onun əhlinə nifrət elə. Yəni, burada artıq mənası var, mahiyyəti var bu hədisin. Ondan sonra buyurur ki, وَأَحِبَّ الْآخِرَةَ وَأَهْلَهَا və axirəti və onun əhlini də sev. Burada məsələ budur, fikir verin. Biz dua vasitəsilə mənəvi təkamülə çatırıq və dünya əhlindən, başa düşür duada, Əbu Həmzə Somali duasında, biz başa düşürük ki, dünyanı qəlbimizdən çıxarmağını istəyirik Allahdan. Dünyanı qəlbimizdən çıxardırıq. Yəni, biz dünya əhlindən olmaq istəmirik mesajı veririk. Və onunla özümüzə də və Peyğəmbərimizə də və Allaha da göstərir ki, biz dünya əhli deyilik. Və bu olan kimi artıq Allah Teala Peyğəmbərinə buyurur ki, bunlar artıq dünya əhli deyil, bunlar nifrət eləyəcəyin insanlar deyil.